Özbekistandan salamlayırıq sizin hər biriniz əzizlərimiz. Özbekistanın Taşkent şəhərindəyik və Taşkentdə də artıq yaz ab-havası hiss olunur. Günəşli bir gündür, gözəl bir gündür. Quşların səsi, torpağın oyanışını hiss eləyirik burada. Artıq Novruza hazırlaşırlar, artıq yaza hazırlaşırlar və bizə də maraqlı oldu. Görəsən Özbekistanda Azərbaycanlılar Novruzu necə keçirirlər? Bizim ortaq cəhətlərimiz hansı cəhətlərimizdir? Bizim fərqli cəhətlərimiz hansı cəhətlərimiz? Və burada yaşayan Qərbi Azərbaycanlılar var ki, onlar da öz ənənələrinə sadiqdirlər. Biz də öz növbəmizdə burada yaşayan Qərbi Azərbaycanlı musiqiçi, sənətçi İlham Şahin Abdullayevlə görüşdük və bizə maraqlıdır. O bizə danışsın ki, burada Novruzu necə qeyd edirlər. Artıq 46 ildir ki, İlham müəllim Özbəkistanda yaşayır. İlham müəllim, Xoş gəldiniz. Estağfurullah, sağ olun, çox sağ olun. Xoş gəldiniz Özbəkistana. Mən çox şad oldum. Özbəkistandan Azərbaycana salamlar. Sizin gəlişiniz gördünüz nətər günəş çıxdı, bayram əhval-ruhiyyəsi hər yerdə. Novruz bayramını Allah qoysa martın 1-dən Özbəkistan küçələri hamısı bəzənəcəkdir. Xalqda bayram əhval-ruhiyyəsi. Özü bu Novruz bayramı Azərbaycanda necə keçirilir demək olar ki, Özbəkistanda da elə keçirilir. Burada indi Özbəkistanda hər məhəllənin öz adı var. Hər məhəllənin öz ağsaqqalı var. O ağsaqqallar işə başlayırlar artıq səməni bişirməyə, səməni. Özbəklər səməniyə sümələk deyirlər. Yekə qazanlarda səməni bişirirlər. Muzikantlar gəlir səhərə qədər çalıb oynamaq. Axşamdan qoyurlar gecə səhərə qədər o səməni bişir. Biz səhər binanın qarşısında da bütün evlərə ondan hədiyyə edirlər, ondan qarşılayırlar. Ondan sonra indi buradakı Azərbaycanlarda bizim Heydar Əliyev adına burada mədəniyyət mərkəzimiz var. Çox gözəl. İnşallah sizi orada götürəcəm. Onun həyətində Azərbaycanlılar yığılırlar burada. Tonqal qalırıq, uşaqlarla gəlirik, çalırıq, oynayırıq, yeyib içirik, gedirik. İlham müəllim, bax bizim şəkərburamız var, paklavamız var, qoğalımız var. Yəni bunsuz bizim Novra süfrəmizi təsəvvür eləmək mümkün deyil. Özbəklərdə nə bişirirlər? Yəni bax bizim oxşar cəhətlərimiz hansı cəhətlərimiz var? Özbəklərdə də demək olar ki, bu dediklərini bişirirlər. Ondan başqa onların özlərinin milli şirniyyatları var, milli şirniyyatları. Necə adlanır? Yəni eyni bizimki kimi elə bir fərq yox. Çünki Özbək xalqı, Azərbaycan xalqı dili bir, mədəniyyəti bir, milli bayramları bir xalq. Bəs bizdə çərşənbələr keçirirlər. Hər həftənin ikinci günü çərşənbələrimiz olur. Özbəklərdə necədir? Onlar da çərşənbələr keçirirlər. 4 çərşənbəsi var? Yox, Özbəklərdə yoxdur. Özbəklərdə yoxdur. O bizdə var da çərşənbə, sulaşma günü var, çərşənbələr var. İndi Xıdır Nəvidir. İndi Xıdır Nəvidir bilirsiniz. Xıdır Nəvidə Azərbaycanlılar qorğa qoyurlar sacda. Qorğa qoyurlar, sonra onu üydürlər, ona yumru şəkər qatıb bişirirlər, şirniyyat düzəldirlər. Bu Özbəklərdə yoxdur, bu yalnız bizdə var. Bu çərşənbələr də yoxdur, yalnız bizdə var. Amma ümumiyyətlə Novruz bayramını hamı qeyd eləyir burada. Böyük tədbirlər keçirilir, küçələrdə konsertlər olur. Ondan sonra aş pişirib paylayırlar. Kim istəsə gətirir, küçədə aş pişirir. Çox gözəl keçirilir Novruz bayramı. Özbəklər də bizi kimi hər bayram günü, yəni bayram axşamı evlərini ziyarət edirlərmi? Məsələn, onlar da böyüklərini, xəstələri gedib ziyarət edirlərmi? Tikirlər, barışırmı? Mütləq. Bəli, onlarda da var. Böyükləri bunlar hər daim ziyarət edirlər. Ondan sonra bunların məzarstanına gedəsən elə bil cənnətdir. Elə təmiz səfirlər. Onu ziyarət etməyinə gedirlər. Cümə günləri, ondan sonra bir-birinə küsənlər barışır mütləq. Bu bayram oldu, Novruz bayramında küsənlər barışır. Bizim də bütün küsənlərimiz barışsın bizdən. Neçə ildir buradasınız? Bildiyim qədərilə artıq 46 ildir buradasınız. Mən 1981-ci ildən gəldim bura. 46 il olur da, 46 il mən Özbəkistanda yaşayıram. Öyrənmişəm, Özbək xalqı məni çox sevir, hörmət edirlər. Çünki mən indi həmişə səhnədəyəm, konsertdəyəm. Bu xalqın dərdinə, sevincinə həmişə şərikəm. Qonşularımız hamısı Özbəklərdir. Bizim burada Azərbaycanlılar hansı məhəllədə yaşayırlar, onların ayrıca hörməti var. Çünki bizim Azərbaycanlılar Özbək xalqı ilə çox gözəl münasibətdə yaşayırlar. Məsəl üçün, mən elə insanlar tanıyıram, bir Özbək məhəlləsində yaşayır, oranı cənnət elib, yolda ağac əkdiribdir, ağaçlar əkdiribdir. Həmişə bayramlarda məhəlləyə hədiyyələr gətirir. Yəni ki, bizim millətə xas olan xüsusiyyətdir. Özbəkistan cənnətdir, gəlin arada bir dincəlin. Biz də Özbəkistanda olduq və ilk dəfə idi mənim olmağım.
Buranın təbiəti bizə çox doğmadı. Biz də günəşliyik, özlər də günəşlidir. Və İlham müəllim, sizə sonsuz təşəkkür edirəm. Bizi qarşıladınız, bizimlə baxış hisslərinizi bölüşdünüz. Sonda istərdim ki, siz də buradan Özbək xalqı adından, Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar adından öz ürək sözlərinizi deyəsiniz və Azərbaycan sizi istəyir. Özbekistan'dan Azerbaycan'a salamlar. Sonra bizim şehitlerimize Allah rahmet eylesin. Gazilerimizin canı sağ olsun. İnşallah gün o gün olsun ki o birisi Novruz bayramında biz Qərbi Azərbaycanda gedək, öz ata baba yurdumuzu görək, Novruz bayramını orada keçirək inşallah. Salamlayıram sizi. Sizin gəlişiniz bizə çox gözəl ilham verdi. Çox sevindik. Mən sizi çox sevirəm, çox hörmət edirəm. 10 il bundan qabaq da Xəzəri sahilində siz məni yada saldınız, gözəl bir veriliş hazırladınız. İndi də gəldiniz, zəhmət çəkdiniz. Sizə də minnətdaram, baş əyirəm, sağ olun. İlham müəllim, mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Bizi Özbəkistanda mehman buldunuz. Rəhmət. Mehman qıldınız. Mehman qıldınız. Rəhmət. Rəhmət. Çox sağ olun və Özbəkistanda yaşayan Azərbaycanlılar, Özbəkistanda yaşayan Qərbi Azərbaycanlıların Novruz ənənələrini saxlamaları, onları qorumaları və Özbəkistanla Azərbaycanın ortaq mədəniyyətlərini saxlamaları çox xoşdur. Zaten biz burada özümüzü Azərbaycandakı kimi hiss etdik. Çünki Azərbaycanımız da günəşlidir, Azərbaycanımız da gözəldir. Və əziz tamaşaçılarımız, torpaq da artıq bellənib, Novruza hazırlaşır, yaza hazırlaşır və hər bir insan qəlbində məhəbbəti ilə, hər bir insan gözündəki sevgi ilə bir-birinə baxır. Çünki yaz Novruz deməkdir, Novruz yenilik deməkdir, yenilik yeni arzular, yeni istəklər deməkdir. Arzu edirik ki, hər bir insan öz vətənində, öz ölkəsində sevgi dolu öz süfrəsinin başında doğmaları ilə əyləşsin. Özbəkistandan Azərbaycana Novruz salamları. Rəhmət. Qadırdan Xoş geldin yangi gün, xoş geldin Navruz. Xoş geldin yangi gün, xoş geldin Navruz. Ey məngü aqibət mehr əyyamı. Xoş geldin yangi gün, xoş geldin Navruz. Bu dostlik qoşuğu, dinçlik salamı. Xoş geldin yangi gün, xoş geldin Navruz. Tabiat, hoş geldin yeni gün, hoş geldin Navruz. Çırayın şu yurtta tapmış tabiat.
gün, hoş geldin Nevruz. Ey mengü akıbet mehr eyyamı. Hoş geldin yangi gün, hoş geldin Nevruz. Bu dostlik koşuğu, dinçlik salamı. Hoş geldin yangi gün, hoş geldin Nevruz. Kemalek gelmez, yanmış tabiat. Hoş geldin yangi gün, hoş geldin Nevruz. Çırayın şu yurtta tapmış tabiat. Qaldirg'och sog'inchim izhori senda, qora ko'z turnalar aliyori senda, binafsha boy chechak ifori senda. Xush kelding yangi kun, xush kelding Navruz. Kamalakka atlas yonmish tabiat, so'ngra chulg'ab bo'lib chopmish tabiat. Chiroyim shu yurtda topmish tabiat. Xush kelding yangi kun, xush kelding Navruz. Xush kelding yangi kun, xush kelding Navruz. Ey mangu oqibat mehr ayyomi. Xush kelding yangi kun, xush kelding Navruz. Bu do'stlik qo'shig'i, tinchlik salomi. Xush kelding yangi kun, xush kelding Navruz. Kamalakka atlas yonmish tabiat. Xush kelding yangi kun, xush kelding Navruz. Chiroyin shu yurtda topmish tabiat. Xush kelding yangi kun, xush kelding Navruz. Chiroyin shu